Salam, hər vaxtınız xeyir olsun dəyərli 1-ci siniflərimiz. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün sizlərə 1-ci sinif Azərbaycan dili dərsliyindən tapşırıq və çalışmaların izahını verəcəm. Ümid edirəm ki, mənim izahlarım sizlərə həm sinif işlərinin, həm də ev işlərinin həllində kömək olacaq. Əgər izahların davamlı olmasını istəyirsinizsə, digər sinif şagirdləri kimi sizlər də izahı bəyənməyi unutmayın. Beləcə sizlərin bəyənməsini görüb bu izahları ardıcıl şəkildə yerləşdiririk. Gəlin indi başlayaq tapşırıqlarımızın həllindən. Deməli, 46-cı səhifədə ümumiləşdirici təkrarla başlayırıq. Sonra isə digər tapşırıqları icra edəcəyik. Başlayaq ümumiləşdirici təkrarımızdan. Deyir sözləri oxuyun, hansı fəslə aid olduğunu müəyyən edin. Yəni bu bizim indiyə kimi keçdiyimiz mətnlər idi. Məhz bu mətnlər, bəs adı niyə görə ümumiləşdirici təkrardır? Buna görə ki, burada ümumi keçdiyimiz hər şeydən suallar ola bilər. Deməli, 4A tapşırığında da bizə deyir ki, sözləri oxuyun, yəni buradakı sözləri hansı fəslə aid olduğunu müəyyən edin. Gəlin baxaq. Deməli, kəsici alət. Kəsici alət evdə təhlükə mətnində idi. Bunu bura işarə eləyirik. Sonra respirator. Respirator biz oxuduq ki, yanğın mətnində var idi. Zəlzələ. Zəlzələ deməli, bizim xilasedicilər mətnimizdə özünü əks elətdirirdi. İşıqfor isə yolda təhlükə. Siz bunu dəftərinizə adlarını yazın, qarşılarında bu fəsilləri qeyd edin. İndi mən burada işarə elədim, amma siz yazılı şəkildə dəftərinizə köçürdərsiniz. Keçək B-yə. B-də deyir ki, bizə hər sırada növünə görə fərqli olan cümləni seçin. Baxıram birinci sırada 1, 2, 3 dənə sırada. Birinci sırada A-da deyir ki, qızı kim xilas etdi? Burada sual cümləsidir. Deməli qeyd edirik ki, buna su al. Sual cümləsi. Sonra işıqforun 3 rəngi var. Bu necə cümlə olacaq? Bu təbii ki, nəqli cümlədir. Nəqli. Yəni sadəcə məlumat verir də. Yadınızda saxlayın. Sual cümləsi sual verir, nə isə öyrənmək istəyir. Nəqli cümlə isə sadəcə məlumat xarakterlidir ki, filan şey filan cürdür. Yəni nəqli cümlələrin sonunda həmişə nöqtə olur. Sonra yerüstü keçid haradadır? Yenə də sual verir. Fikir verin. Sual, sual. Bir dənə fərqli olan hansı oldu? Bu B. Bizə nə deyirdi? Hər sırada növünə görə fərqli olan cümləni seçin. Birinci sırada B-dir. Keçdik 2-yə. Xilasedici kimdir? Sual cümləsi. Burada piyada zolağı var. Bu məlumat verir, nəqli cümlə. Balta itidir. Bu da nəqli cümlə. Burada da 2 nəqli cümlə var. Fərqli olan A-dır. Sual cümləsi. Keçək 3-ə. Mən xilasedici jilet geydim. Nəqli cümlə. Qolçaq nə üçün istifadə olunur? Sual cümləsi. Çay dərindir. Nəqli cümlə. Nəqli, sual olan, yəni fərqli olan B-dir. Bu da belə. Keçdik indi bura. Deyir, mətndə buraxılmış səhvləri tapın. Gəlin baxaq mətnimizə. Deməli, mətnimiz bu balaca bir mətndir. Deyir, mən təhlükə ilə bağlı qaydaları bilirəm. Bu qaydaları dostlarıma da öyrədirəm. Siz bəs hansı qaydaları bilirsiniz? Mən burada xeyli səhvlər gördüm. İndi bilmirəm, siz gördünüz ya yox. Amma mən xeyli səhvləri gördüm. Baxın, birinci səhvimiz elə nədir? Mən böyük hərfli olmalıdır. Cümlə bir növ əvvəli cümlənin birinci sözü böyük hərflə yazılmalıdır. Sonra təhlükə ilə bağlı qaydaları bilirəm. Nöqtə qoyulmalıydı burada. Çünki artıq bitdi fikir. Bu qaydaları dostlarıma da öyrədirəm. Nöqtəni qoyub. Bəs böyük hərflə olmalıydı. Bəs siz hansı qaydaları bilirsiniz? Bu da sual işarəsi. Yəni səhvlər bunlar idi. Keçdik bura. Yaradıcı işdir. Deyir, verilmiş mövzulardan birini seçin və həmin mövzuda kitab üçün cild tərtib edin. Bu kitabda hansı fəsillər ola bilər? Baxın, burada kitablarımız var. Nümunələr verib bizə əslində. Deməli, deyir ki, verilmiş mövzulardan birini seçin. Məsələn, bitkiləri seçir kimsə. Bax, burada fikir verin, bitkilərlə bağlı gülü görürsünüz. Burada, məsələn, geyimlə bağlı. Əslində, bizə ipucu kimi veriblər. Deyir ki, verilmiş mövzulardan birini seçin və həmin mövzuda kitab üçün cild tərtib edin. Deməli, biz seçirik, tutaq ki, bitkiləri. Kitabın üst səhifəsində, bax bizim olsun kitabımızın üst səhifəsində, maraqlı gül şəkilləri çəkirsiniz və yaxud gül olmasın adi bitki, yəni güllər, ancaq güllər bitki deyil ki, məsələn, burada başqa bitkilərin də şəklini çəkmək olar. Məsələn,
Kaktusun şəklini çəkmək olar. Bundan başqa digər hansı bitkiləri tanıyırsınız? Kitabın yəni üzlüyündə bitkilərin şəklini çəkin. Bizə deyir ki, həmin mövzuda kitab üçün cild tərtib edin. Cildi tərtib elədikdə bitkilərin şəklini çək deyib. Sonra deyir hansı fəsillər ola bilər? Məsələn, bitkilərə yaza bilərsiniz ki, birinci, tutaq ki, birinci fəsillər şəklində deyirəm də. Birinci fəsil ola bilər ki, bitkilərin dünyasına giriş. Sonra ikinci fəsil olar ki, bitkilərin quruluşu. Üçüncü fəsil olar ki, bitkilərin orqanları. Üçüncü fəsil olar bitkilərin həyatı. Bax, görürsünüz, özümüzdə məsələn, mən 4 dənə fəsil yaratdım. Kitabımın adı Bitkilər oldu və bundan da əlavə bitkilərlə bağlı gördüyünüz kimi fəsillər böldüm. 4 dənə fəsil verdim. Siz eləcə təbiət hadisələrindən götürə bilərsiniz, geyimlərdən, nəqliyyatdan maraqlı bir cild hazırlayın. A4 vərəqində bunu eləmək mümkündür. Bu da bizim C tapşırığımız. Sonra gəlir artıq bizim yeni fəslimiz. Mən bu videonu ümumiləşdirici təkrarla yekunlaşdırıram. Amma bundan sonraki videoda isə dərs, yəni yerdə qaldığımızın ardını izah eləyəcəm. Sağlam həyatla bağlı tapşırıqları sizlə birlikdə həll edəcəyik. Kanala abunə olun ki, izahlar paylaşılan zaman görəsiniz. Həmçinin bəyənib öz bir növ belə deyim, bizim kanalımızda olan paylaşımların daha da ardıcıl olmasına vasitəçi olmağı da unutmayın. Sağ olun, növbəti izahlarda görüşərik. Əlaqə nömrəmiz isə 055 280 59 24-dür. Bu nömrə vasitəsilə də bizim dərslərimizə yazıla bilərsiniz. Sağ olun.